Yürüyüş təkcə bədəni hərəkət etdirmək deyil. Yürüyüş ağciyərə o qədər gözəl fayda verir. Ağciyərin toxumalarını yeniləyir. Təsəvvür edin, mən 20 yaşımda belə necə başa salmışsınız? Mükəmməl nəfəs almamışam da mən. Toxumalara oksigenin təmini, bax bu yürüyüşdə təmin edirsən. Oksigen bolluca gedir toxumalara. Bu siz nə deməkdir? Özü səhər çağı. Səhər çağı hava o qədər belə yüngül olur ki, oksigen boldur. Çünki təbiət oyanır. Təbiətdə oyanış, canlanma olur. İnsan da o vaxt mükəmməl olur, mükəmməl. Yer buz kimidir, belə sürüşkəndir. Ağacların altı ilə gedirəm. Bir daha baxın. Yerə baxın, görürsünüz. Görürsünüz, ağacların altını seçirəm. Orası sürüşkən olmur. Oradan gedirəm. Başqa yolu yoxdur. Ölmək nədir? Xərsəng xəstəliyi nədir ki, mən ondan ölüm? İrəli.